Asan TV-nin ilk bədii filmi Zəfər rəqsi təqdim olundu. Nizami Kino Mərkəzində Vətən müharibəsindəki qələbəmizin 5 illiyi münasibətilə Zəfər rəqsi qısa metrajlı bədii filminin qala premyerası keçirilib. Ədibin Evi Ədəbiyyatı Dəstək Fondunun təşəbbüsü ilə Asan TV tərəfindən istehsal edilən film Vətən müharibəsində əldə edilən zəfərin 5 illiyinə həsr olunub və çəkiliş prosesində Yaşad Fondu ekspert dəstəyi ilə çıxış edib. Balaxanı Operating Company hasilat şirkətinin dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Təqdimatdan öncə həm həyəcanlı, həm də qürurlu görünən filmin yaradıcı heyəti ilə həmsöhbət olduq. Rejissor Gəray Həsən bildirib ki, ekran əsəri Mir Cəlal adına hekayə müsabiqəsinin mükafatçısı, mərhum yazıcı Yaşar Bünyadın Heyva Gülü hekayəsinin motivləri əsasında çəkilib. Film haqqında biraz çox məlumat vermək istəmirəm, ancaq belə adından da məlumdur ki, çətin bir həyat keçirən şəxsin sonra yenidən qazinin yenidən ayağa durmasından, yəni ailəsində birləşməsindən bundan bəhs edir. Baş rolun ifaçısı Azər Aydəmir deyir ki, ilk dəfə bir qazini canlandırıb və bu film onun yaradıcılığında və yaddaşında xüsusi yer tutacaq. Mənim həyatda bacımdan başqa heç kimim yoxdur. Onu da müharibəyə gəlməzdən əvvəl nişanladım. Təbrik edirəm. Sağ ol. Mən də heç vaxt toylarda oynamıram. Bircə bacıma söz vermişəm ki, onun toyunda Heyva Gülü oynayacaq. Orada bir qazinin qalibiyyətimizdən sonra cəmi bir arzusunun olmasından bəhs edir film. O da rəqs eləmək arzusudur. Təəssüflər olsun ki, qazimiz məhz bütün zədələrini ayaqları ilə bağlı alıb Vətən müharibəsində və bu rəqs etmək görünür ki, həyata keçməz kimi gəlir qəhrəmanımıza. Amma indi çox da spoiler eləməyim, filmin nəticəsində o rəqsi edir. Premyerada Ədibin Evi Ədəbiyyatı Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Mədəniyyət naziri Adil Kərimli, Milli Məclis üzvləri, Vətən müharibəsi qaziləri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, gənclər siyasətinin mədəniyyət və təhsil sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində bugün gənc nəsil zəfərin mənəvi dəyərini dərindən anlayır. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu zəfəri bizə yaşadanlar Qarabağı görməyən bir nəsil oldu. Yəni orada döyüşən, şəhid olan, qazi olan həmvətənlərimizin, gənclərimizin böyük əksəriyyəti 90-2000-ci illərdə doğulan gənclərdir. Son 20 ilin Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti, təhsil siyasəti və mədəniyyət siyasəti nəticəsində gənclər Qarabağı geri ala bildilər. Bizim üçün də asan xidmət olaraq qürurverici haldır ki, bu zəfərin yaddaşlarda qalması üçün müxtəlif layihələr həyata keçirilir və bu da onlardan biridir və biz də onun bir tərkib hissəsidir. Filmin nümayişindən əvvəl çıxış edən Balaxanı Operating Company hasilat şirkətinin rəhbəri Rövşən Rzayev qeyd edib ki, Balaxanı neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığı məkandır. Kino tariximizə nəzər salsaq, 1898-ci il rejissoru Aleksandr Mişonun Balaxanı fontanı haqqında çəkdiyi qısa metrajlı film qeydə alınmışdır. Biz mədəni irsi davam etdirməklə yaşadırıq, daşıyırıq. Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva isə çıxışında bildirib ki, Zəfər rəqsi Azərbaycan xalqının qəhrəmanlığına və Vətən müharibəsindəki şücaətinə ithaf olunub. 5 il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı müasir tarixinin ən böyük ölümsüzlük layihəsinə imza atdı. Elə bir ağac əkdilər ki, onun kölgəsində hələ neçə nəsil Azərbaycanlı öz milli kimlikləri ilə qürur duyaraq müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirməklə davam edəcək. Daha sonra ekran əsəri nümayiş olunub. Təqdimatdan sonra izləyicilərin Zəfər rəqsi filmi ilə bağlı fikirlərini öyrəndik. Mən düzü kövrəldim.
xeyli təsirli bir film alınıbdır. Mən bütün yaradıcı heyəti təbrik eləyirəm və hesab edirəm ki, bu Zəfər rəqsi filmi bizim Zəfərimizin 5 illiyinə yaradıcı heyətin, Ədəbi Nevinin, Asan TV-nin və digər qurumların çox samballı bir hədiyyəsidir. Məni ən çox bəlkə də sevindirən bu filmin xüsusiyyətlərdən biri o idi ki, bu film reallığı əks etdirirdi. Bir şəxsin bu müharibədən sonraki o sindromlar, komplekslər, çətinliklər, bunlarla mübarizəni də əks etdirdi və mənə elə gəlir ki, bu çox real göründü, həqiqi göründü. Bu senaryoda olan filmlər daha yaxşıdır ki, bizim gələcək nəsillər daha da aydın formada görürlər ki, bizim hal-hazırki 44 günlük müharibədə məsələn bizim qazilərimiz, müharibə iştirakçılarımız nələr çəkiblər, tam aydın olaraq yansıyıb. Təbriklər və təşəkkürlərə qərq olan yaradıcı heyətin təəssüratlarını da öyrəndik. Çox sevincli və qürurlu idilər. Azərbaycan qadını tək mənlə güclü deyil, fiziki olaraq da güclüdür. Bunun şahidi özüm oldum, bilmədən, yəni təxmin eləmədən. Mən güclü olduğumu bilirdim, amma fiziki də bu qədər güclü olduğum heç ağlıma gəlməzdi. Çünki Azəri doğrudan da belimdə daşımışdım o səhnədə və həmin səhnə 3 dubl çəkildi. Artıq ağlamağım gəlirdi və çox şükür ki, heç bir fəsad olmadı. Maraqlı idi, yəni biraz həyəcan dolu idi. İnsan özü də qulaq asmaq istəyir ki, böyük ekranlarda musiqi necə səslənir, vizual necə görünür. Və şükürlər olsun ki, izləyicilərin çox xoşuna gəldi. Təriflər, təriflər, təriflər. Zəfər rəqsi filmində bizim işləməyimiz bizim üçün bir fərqdir və biz çox sevərək bu işi gördük. İstədik ki, tamaşaçılarımıza gözəl bu səhnəni göstərək və həyəcanlı döyüşün o həyəcan vəziyyətini də göstərək. Qeyd edək ki, Zəfər rəqsi qısa metrajlı bədii filmi 8 noyabr Zəfər günündə İctimai TV-də tamaşaçılara təqdim olunacaq.